mülkünə dünya deyilir. Hər kim aşıqsa bu mülkə, ona şeyda deyilir. Sanki bir fani olan varlığı canan bilsə, elə məcnun tanınır, xəlqara rüsva deyilir. Cəhd elə, verməyəsən ömrü hədər dünyada. Cəhd elə, verməyəsən ömrü hədər dünyada. Səy elə, ahirətə topla sənər dünyada. Kim kimin aşıqı olmuşsa əgər dünyada, ona bir pillə yaxın, bəlkə də həmta deyir. Tanrıya aşıq olurkən demək Allah qulusan. Tanrıya aşıq olurkən demək Allah qulusan. Tanrı xəlq etdiyi varlıqlar içində ulusan, elə dəryasan, içillərli cəvahir dolusan. Belə şəxsiyyətə əlbəttə ki, dərya deyilir. Bəzi kəslər üçün amma bu cahan dəryadır. Və bu dəryada o kəslərsə duri laladır. Külli aləm onların xatirinə peydadır. Səbəbi xilqət-i aləm belə məna deyilir. Biri o, dürrülərin Həzrəti Peyğəmbərdir. Biri o, dürrülərin Həzrəti Peyğəmbərdir. Şah-ı Mərdan Əsədullahı biri Heydərdir. Həsəneynin adı aşıqlar üçün əzbərdir. Külli məxluqlara, onlara müsəffa deyilir. Həm bu aləm sədəfinə elə cövhər gəlmiş. Bu gəlişlə bütün aləmlərə zivər gəlmiş. O kəsin şəninə göydən yerə kövsər gəlmiş. Ki həmən surədə çox türfə müqəffa deyir. Elə vurd ilə keçir şiyyəsinin ruzu şəbi. Zəvələllahə fədaqi ləki ummi və əbi. O elə kəsdir ki, dünyada səbəblər səbəbi. O kəsə bindir Rəsul Həzrəti Zəhra deyir. Dərdin heç vaxtı gətirmirdi dilə, gizlindir. Dərdin heç vaxtı gətirmirdi dilə, gizlindir. Olmayıb razı əli hətta bilə, gizlindir. Dəfni gizlinmə olub, qəbri belə gizlindir. Sanma bicadır ona sirri məmma deyilir. O Peyğəmbər qızıdır, həm də Əli zövcəsidir. O Peyğəmbər qızıdır, həm də Əli zövcəsidir. Anadır 11 imamə, bu həqiqət səsidir. Ruzi məhşərdə onun razılığı tək bəs edir. Bu həmən mərtəbədir ki, ora əla deyilir. Nola yarəm, yetişər, lütf-i inayət mənə də. Nola yarəm, yetişər, lütf-i inayət mənə də. Azəra, kaş ki yetəydi bu şəfaət mənə də. O zaman qismət olar, məncə səadət mənə də. Şeirin üçün səlavat, xəlqara qərra deyilir. Şeirin üçün səlavat, xəlqara